Bir dənə sözə başlayıram. Allah mənə kömək eləsin ki, mənim sözüm düzgün başa düşülsün və qərəzli söz kimi görsənməsin. Buradan o yana kim məni dinləyirsə, biraz diqqətini artırsın. Çətin də deyil, amma izah eləməyə çalışacağım. Bir hədislə başlayıram bu bəhs sözü. Əli əleyhissalam bu fikri çox deyib. Bir var deyəsən, bu Əlinin sözüdür. Bir də var Həzrət Əlinin təkrar söylədiyi sözdür. Təkrar. Dəfələrlə dediyi sözdür. Nə sözdür bu? Deyir ki, əyyuhənnas, dinəkum. Ey insanlar, dininiz, yəni nə? Yəni, ay cəmat, dininizə dəyər verin, dininizə önəm verin, dininizdən müğayət olun, dininizə, nə bilim mən, dininizin qayğısına qalın. Dinəkum, yəni diqqət, dininiz. Sonra nə deyir? Bax, bu sözü izah eləməliyəm mən. Özüm işə salıram bu hədisi deməklə. Buyurur ki, فَإِنَّ السَّيِّئَةَ فِي خَيْرٌ مِنَ الْحَسَنَةِ فِي غَيْرِهِ فَإِنَّ السَّيِّئَةَ فِيهِ خَيْرٌ مِنَ الْحَسَنَةِ فِي غَيْرِهِ Buyurur ki, dəhşət söz bax budur. Sözün əsl mənasında dəhşət sözdür. Deyir, dini fəzada, dininin qayğısına qaldığın halda günah eləmək başqa fəzada yaxşı iş görməkdən üstündür. İndi bunu izah edəcəm. Deyir, dinivə önəm ver, günah elə. Amma dinə önəm verməyib, yaxşı iş gör, bu günah bu yaxşı işdən yaxşı. Bir adam dininə önəm verir, din onun üçün əhəmiyyətlidir, dinini gücləndirməyə çalışır, günah eləyir. Bir adam da dinə önəm vermir, yaşayır özü üçün, o da yaxşı iş görür. Deyir, bunun günahı onun yaxşı işindən yaxşıdır. Buna Əli əleyhissalam deyir, özü bir dəfə deməyib, deyir ki, zəif hədisdir, neçə dəfə deyib. Deyir, dinə önəm verən insan və dinə önəm verən cəmiyyətin günahı dinə önəm verməyən insan və yaxud dinə önəm verməyən cəmiyyətin yaxşı işindən yaxşıdır. Buna Əli əleyhissalam deyir. Görürsünüz. Görürsünüz, mən ki deyirəm, neçə gündür, dində güclü olaq, dinimiz güclü olsun. Bəzi adamlar qorxur, deyir, bu bizdən istəyir ki, biz məsum olaq. Yox, görsən, deyir, günah deyilər. Məsum deyirsən. Dinivin güclənməyi üçün çalış, amma ortada bir 5 dənə də günahın da ola bilər olsun. Dini gücləndirməyə doğru geyil, bu prosesdə sənin xətaların, günahların da olacaq. Bu günahı deyil, bu günah dinə önəm verməyib yaşayanların yaxşı işindən üstündür. Bunu izah edəcəm, hemen yazın bu hədisi. Sən deyib güclü ol, güclü olmağa çalış. Arada da xəta olacaq. Sən güclü olmaq yolunda elədiyin xəta birinin, digərinin dinsiz kimi yaşayaraq elədiyi yaxşı işdən üstündür. Əli əleyhissalam çox təkrar edib bu sözü. Din yolunda olan adamın günahı dinə önəm verməyən adamın yaxşı işindən üstündür. Hədisi axıracan deyim, qoyun. Hədisi sonacan deyim və sonra izah edeyim. Buyurur ki, وَالسَّيِّئَةَ فِيهِ تُغْفَرْ وَالْحَسَنَةَ فِيهِ لَا تُقْبَلْ Buyurur ki, bir adam din yolundadırsa, din üçün çalışırsa, dindardırsa, onun pis işləri bağışlanar. Amma bir adam dindən qıraqdırsa, yaxşı işlər qəbul olunmaz. Fərqi belə göstərir. Deyir, bunun günahı bağışlanar, onun yaxşılığı qəbul olunmaz. Qəbul olunmaz. Nə demək? Yəni faydasızdır. Bəzən deyir, Allah elə bilir ki, iş yaxşıdır, Allah sadəcə qəbul eləmir. Nə üçün? Mənim adamlarım dindarlardır da. Yox, belə deyil. Deyir ki, qəbul olunmaz. Yəni, iş yaxşı deyil, təsirsizdir, o mənada. Biz elə bilirik ki, yaxşı işdir. Sadəcə Allah, nəuzubillah, necə deyim, tərəfkeş deyilir. Bunlar dindarlardır, bunlardan qəbul edirəm, qalanlardan yox. Deyir ki, qəbul olunmaz, yəni təsirsizdir. Yaxşı iş, yaxşılığını itirib o. Yaxşılığı yoxdur o işin. İşin şəkli yaxşıdır, üzü yaxşıdır. Münbit olmayan torpağa toxum səpsən necə bar verməz? Deyir, bunların yaxşılığı münbit olmayan torpağa toxum əkmək kimidir. Bunu belə qəbul edək, qayda kimi qəbul edək. Dinsiz camiyyədə, dinsiz adamın ruhuna yaxşı işin təsiri olmur. Buna Əli əleyhissalam deyir. Bunu başa düşsək çox yaxşı olar. Çox vaxt dindarlar belə bir söz deyir, bax, qulaq asın mənə. Heyf ki, canlı görüşmək imkanım yoxdur. Keçən il dostlarım çoxu ilə, keçən illərdə görüşərdik. Bu il o imkandan məhrumuq, amma uzaq məsafədən də birbirimizi hiss eləyək, görək. Dindarlar belə deyir. Deyir ki, bu Avropalıların çox şeyi yaxşıdır, dindarlar deyir. Bu Avropalıların çox şeyi yaxşıdır. Küçələri səliqəlidir, nizam-intizamlıdır. Cəmaat bir-birinə yalan demir, dürüstlük var, düz danışırlar, düz deyirlər. Orada yalan danışmırlar.
Dindarlar bunu deyir. Əli əleyhissalam nə deyir? Əli əleyhissalam deyir ki, dinsiz cəmiyyətdə yaxşı iş təsirsiz və faydasızdır. Əli əleyhissalam belə deyir. İzah eləyək də bunu. Və bunu izah eləsəm, bu gecə rahat yata bilərəm inşallah. Bunu izah eləsəm. Niyə düz danışmaqları Avropalıların misal üçün? Düzgünlükləri, düz danışmaqları faydasızdır. Niyə? Əvvəla, biraz sadə cavab verək. Onların düz danışmaqları elə bir mühitdədir ki, mühit aludədir. Düz danışmaq o mühitdə itir batır, aludə, bulaşıq mühitdir, bulaşıq. Mədəniyyətlərinin bir güşəsində tutaq ki, düz danışmaq var. Mədəniyyətlərinin təməli o qədər xarabdır ki, bu düz danışmaq o təməlin içində sarsılır, aradan gedir. Ailə dağılır, ruhiyyə sönük, ümid yox. Uşaq dünyaya gətirmir. Avropa budur ya. Başqa şey desələr inanmayın. Elə bilməyin ki, şərqdə problemlərdən belə dərin qat, biraz dərindən araşdırın. Zahirpərəst olmayın, gənclərə müraciət edirəm. Uşaqların valideyni bilinmir. Hamıya aid deyil, bu bir çoxunun. Əli əleyhissalam deyir, belə bir mühitdə 5 dənə də yaxşılıq olsa, onun faydası olmayacaq. Çünki təməl xarab deyə deyirəm, bir toxumu aparıb qeyri-mümbit yerə səpmək kimidir, o alınmayacaq, xarab olacaq o. Bu yaxşı mədəniyyətdirsə, niyə canavar kimi dövlətləri düşüb dünyanın canına, xalqları parça-parça eləyir? Hani bu doğrucu mədəniyyətin təmsilçiləri? Adam öldürmək onlar üçün su içmək kimi bir şeydir. Bütün dünyanı qarət edirlər, iqtisadiyyatlarını qarət əsasında formalaşdırırlar. Əgər yaxşı bir mədəniyyətdirsə, doğruçuluqdursa, niyə bu yaxşılıq bunların mədəniyyətini inkişaf elətdirmir? Bu mənada ki, dediyim, sadaladığım mənada. Bu necə ağacdır ki, bar vermir? Bu sadə izah. Qərb mədəniyyətində doğruçuluq niyə təsirsizdir, niyə yaxşı deyil? Və biraz mürəkkəb izah. Biraz mürəkkəb izah. Biraz dərin izah. Bu nədir? Əgər qərb cəmiyyətində hansısa yaxşı xüsusiyyət varsa, soruşuram, nəyə görə var? Yaxşı xüsusiyyət var, kifayət eləmir. Nə üçün var? Bu xüsusiyyət nə üçün var qərb cəmiyyətində? Yaxşı xüsusiyyət. Nə səbəbdən var? Bir-birinə düz danışırlar, səmimidirlər. Niyə? Çünki dəyərlər aradan gedib. Dəyər olmayandan sonra niyə yalan danışsın axı? Niyə yalan desin? Xanım gedir səhərə qədər, üzr istəyirəm dönə-dönə hamınızdan. Bir kişi dostu ilə gəzir, əylənir, səhər gəlir evə, həyat yoldaşına deyir ki, ay mənim məsələn canım, ürəyim, bugün səhərə qədər filan dostumla əylənmişim. Kişi də deyir, əhsən bərəkallah, nə yaxşı adamsın sən. Bu doğruçuluqdur, bu düz danışır, düzünü deyir. Bir cəmiyyətdə ki, yaxşı, pis anlayışı yoxdur, yalan niyə olsun ki? Yaxşı, pis anlayışı yoxdur. Bilinmir, nə yaxşıdır, nə pisdir. Niyə yalan danışsın ki adam? Nə mənası var yalan danışmağın? Və bu doğruluğun nə dəyəri var? Bu sədaqətin nə dəyəri var? Bu səmimiyyətin nə dəyəri var? Həyasız bir mühitdə düz danışmağın nə qiyməti? Mən bir dəfə dedim ya bu sözü, mən bilmirəm, bir daha o sözü deyirəm. Mən bilmirəm, həyasızlıq səbəbindən danışılan doğru yaxşıdır, ya həya səbəbindən danışılan yalan. Mən bunu bilmirəm. Bir adam həyasızdır, nə gəldi ilə düzünü deyir, bir adam da həyalıdır, həyası üçün yalan danışır. Mən yalana təşviq eləmirəm, amma deyirəm, bilmirəm hansı daha yaxşıdır. Mən yalana təşviq eləmirəm. Mən yalana istiqamətləndirmirəm insanları. Bizim idealımız nədir? Həya olsun və doğru olsun cəmiyyət. Bu idealdır. Həm həyalı, həm doğrucu olsun. Amma bir cəmiyyətdə yaxşı, pis anlayışı yoxdursa, hamı da bir-birinə düzünü deyir. Nə mənası var? Bu nə mədəniyyətdir? Deyir ki, cinsi azlıqlara təhqir elədin onları. Onları təhqir elədinsə, sənin, necə deyirlər, o quru yuyub yaşlar elədiyinə belə bir söz var. Başqa oyun açırlar sənin. Amma Peyğəmbəri təhqir elə bu cəmiyyətdə. Vallahi qərb mədəniyyətinin reallıqlarından danışır. Həmin o cinsi azlığa nəsə bir söz deyilən, üzr istəyirəm axsaqqallardan, xanımlardan, məni dinləyən insanlardan. Ona nəsə bir söz deyil, irad deyilən, deyəcək ki, sən nədir insan haqları, insan belə istəyir, falan, onun seçimidir, falan. Amma bu yandan Peyğəmbəri təhqir eləsin, desin ki, bu söz azadlığıdır. Bu söz azadlığıdır. Vallahi bəsdir cəmaatı ələ saldınız. Bu insan haqları nağılları ilə, bu cəfəngiyatla. Bir dənə qoyun kəsəsən küçədə gələcəklər ki, heyvanların haqqı. Qan dizə çıxır, dövlətləri, millətlərin qanına fərman verir. Heç kəsdən səs çıxmır. Mütərəqqi qərb mədəniyyətidir bu, humanistlə filan dəyərlərdir. Mən səhv danışıram nəysə. Nəyə səhv danışıram ki mən?
Yüzlərlə insanı bir qərarı ilə həyatını, taleyini məhv edir. Gözün üstə qaşın var deyən yox. Buradan deyir, itlərin hüququ, qoyunların hüququ, qurban bayramıdır, vay qoyunları qırırlar. Özünüzü elə salmışsınız ya, kimə elə salmışsınız? Bütün görə ələ salmışsınız cəmaatı, nədir axı, məqsədiniz nədir? Dəyər olmayan bir cəmiyyətdə düz danışmağın qiyməti yoxdur. Axı, niyə lazımdır bu doğruluq? Bir adamın nə əsası var, abır-həya olmayan yerdə yalan danışsın? Niyə danışsın ki? Yaxşı, pis bilinmir, hər şey yaxşıdırsa, niyə yalan? Nə edir, eləmişəm, əcəb eləmişəm. Bizə də görsən, nə səmimi cəmiyyətdir. Axı, dəyər yoxdur burada, dirəcəb eləmişəm. Mən belə istəyirəm. Hər şey deyirsən, dirəcəb eləmişəm. Sənin üçün o pisdir, mənim üçün yaxşı. Gəlib çıxırlar da, məhrəmlər evlənə bilər. İstəyir, bacı qardaşla evlənsin. Gəlib ona çıxırlar. Burada niyə yalan danışsın ki adam? Nə əhəmiyyət var burada doğru danışmağın? Nə önəmi var? Sevgi riyakarlığa qarışıb, heyvan üçün göz yaşı tökür. Hansısa xalqlar ikinci sortdur bunun üçün. Onu öldürmək icazəlidir. Başdan nə oynası icazəlidir. Heyvanla yaşayır. Gecə gündüz nə üçün yaşayır heyvanı? Çünki egoistdir. Heyvanın xarakterinə dözmək mövzusu yoxdur. Adamla yola gedə bilmir. Çünki egoistdir. Bir addım güzəşdə gedə bilmir. Ona görə heyvana meyil salıb, adını da qoyub, heyvanlara dəyər falan. Heç sən egoistsən, sən insanla bir addım yol gedəmirsən. Bir evdə yaşayırsan, dözə bilmirsən. Sən dəyərlərin gətirib buna çıxardıb ki, o qədər egonu qabartmışsınız, mənfəətli qabartmışsınız ki, heç kəsdən heç nəyə həzm eləyə bilmir. Münafiqlik budur, bax. Qan içən diktatorlar olub, qan içən. Onların çoxu bu qalstuklu, ütülü, dodağında təbəssüm olan qərb demokratiyasının liderlərindən daha yaxşıdırlar. Hərçənd ki, onlar da nifrətə layiqdir. Ona görə ki, siması bəllidir. Amma bu min dənə cildə girir. Özünü də alladıb, dolaşdırıb. Özlərini də alladıb. Quranda var ya, bəzi adam var, sözləri səni təəccübləndirər. Elə danışarlar, doğrudan Peyğəmbərə deyir. Elə danışarlar, elə parlaq nitqlər söyləyərlər, demokratiya, insan haqları, biz dünya falan filan. Canavar gizlənib onun o ütülü qiyafəsinin arxasında. Küçəsində nizam-intizam var. Nə üçün? Deyim də sizə nə üçün? Mexanizm budur. Əyyaşlıq, qumarxanada gün keçirtmək filan şeylər. Hədisdə var ki, adamı zaten qorxaq eləyər. Ondan sonra qanuna müti olar. Adam heç yaxşı deyil, qanuna əməl eləmək başqa, qanunun qarşısında müti olmaq səbəbindən sınmaq, bu yanlış bir şeydir. Bunun gətirdiyi nizam budur. Bunun düzəni budur. Dünən bəs müsəlman ölkələr, kim dedi müsəlman ölkələrində cəmaatın çoxunda din var? Kim dedi? Biz danışırıq ki, gəlin din yaradaq, dinlə yaşayaq hələ. Demirəm, sıfırdır. Şükür Allaha ki, müəyyən yol gəlinib artıq. Müqayisə eləsə görərik ki, irəliləyişlər xeylidir bu son əsrdə. Biz də deyil, vəziyyətdə hər şey mənfidir, xeyr. Əyyaş adam 5 gün işləyir ki, 2 gün yesin, içsin, bunu mən demirəm də, özləri əksəriyyət edir ki, 5 gün, 2 gün, üzr istəyirəm, o pivə qoxusu falan küçələrdə o həddə istifadə olunur. Bəli, bu insan qanunun qarşısında müti olacaq. Amma adam biri var izzət səbəbindən qanuna tabi olsun. Biri var zillət səbəbindən qanuna tabi olsun. İzzət səbəbindən qanuna tabi olmaq nədir? Özümə yaraşdırmıram. Ayıb olar ki, ayıb olar, şənimə yaraşmır. Mən insanam ki, qanunu pozum. Bir də var ki, qorxuram, pozaram, məni cəzalandırarlar. 2 dənə fərqli məsələdir. Amma nəticə ola bilər eyni olsun. Nəticədə ola bilər küçələr nizamlı olsun. Amma bir cəmiyyət o qədər özünə hörmət eləyir, izzətlidir ki, onu özünə rəva bilmir. Qanun olmasa da kağızı küçəyə atmaz. Bir də var ki, yavaş-yavaş qanunun məngənəsində sıxıb alışdırıblar. Düz deyin, demirəm, hamı orada cərimə olmamaq üçün. Artıq onun üçün qeyri-adi görünür onun küçəni zibilləmək. Bunu başa düşürəm, amma qaynağı nədən gəlmişdi? Kökü nədən gəlmişdi? Bu mexanizmin özü kökündən yanlışdı. Əleyhissalam deyir ki, din olmayan yerdə yaxşılığın dəyəri yoxdur. Düz başa düşün, mən demirəm, günah yaxşıdır, günah hər halda pisdir. Deyir ki, düz yolda olsan, günahın səhv yolda olanın yaxşılığından yaxşıdır. Bunu deyir. Adam dəyər varsa cəmiyyətdə, yalan danışmaq olur da, yalan danışır. Ayıb nəsə varsa cəmiyyətdə, məcbur olursan yalan danışmağa. Ayıb olmayandan sonra yalan niyə danışırsan ki? Və bu doğruluğun nə qiyməti var ki? Nəsə ayıbdır cəmiyyətdə, adamlar yalan danışır. Mən də deyirəm ki, qoy ev yox, ayıb anlayışı qalsın. Yavaş, yalan da hərdən danışsın. Amma yavaş-yavaş gedək ki, həm ayıb anlayışı qalsın, həm yalan yığışsın. Bu düz yoldur. Nəinki ayıb anlayışını aradan aparaq, cəmaat düz danışsın. Bu heç, bunun gələcəyi yoxdur bu yolun.
Həya olmasın, abır olmasın, yaxşı pis olmasın, cəmaət bir dənə doğrusu olsun. Ondansa abır olsun, həya olsun, dəyər olsun, yaxşı olsun, pis olsun, eybi yox. Hərdən yalan danışsınlar, yalana bəraət vermirəm. İdealı budur ki, həm dəyər olsun, həm yalan olmasın, amma tədricən biz ona gedəcək heç olmaz. Ümid var ki, gedəcək. Gəldi Peyğəmbərdən nəsihət istədi, dedi yalan danışma. Dedi başqa, dedi yalan danışma. Dedi başqa, dedi yalan danışma. Neçə dəfə dedi. Sonra bu fikirləşdi ki, niyə? Gördü ki, bir dənə yalanı tərk eləsə, xeyli şeyləri tərk eləyəcək. Çünki abır var axı. Məsələn, günah eləməkdən gəlir, birdən biri soruşdu, hardan gəlirsən, elə düzünü desin. Abır, həya olan yerdə yalan danışmamağın dəyəri var. Mən yenə də müqayisə aparıram. Bir cəmiyyətdə yaxşı pis yoxdur, abır, həya yoxdur. Hamı düz danışır, onun heç bir qiyməti yoxdur. Bir cəmiyyətdə yaxşı pis anlayışı var, abır, həya var, cəmaət hərdən yalan danışır. Bu, yenə ümid var ki, düzələr. Bir gün olar ki, həm dəyər olar, həm doğru olarlar.